Rusiya qüvvələrinin Sumi şəhərini idarə olunan aviasiya bombaları ilə vurması nəticəsində 14 nəfər xəsarət alıb, qaz kəməri zədələnib. Zaporojyeyə endirilən zərbələrdən isə biri uşaq olmaqla ən azı 24 nəfər yaralanıb. Əvvəlcə idarə olunan aviasiya bombasının səsini eşitdik. Hər şey bir anda baş verdi. Partlayış oldu. Otaqdan mətbəxə keçərkən təsadüfən küncdə dayandığımdan xəsarət almadım. Rusiyanın Ukraynanın Poltava bölgəsindəki Opişnya qəsəbəsinə dron hücumu zamanı yanacaq doldurma məntəqələri dağıdılıb, fərdi evlərə ziyan dəyib. Xarkova hücum zamanı isə Banderol tipli sursat və dronlardan istifadə olunub. Fərdi evlərə, yataqxanaya ziyan dəyib, yanğın baş verib. Yanğın 200 kvadrat metr ərazini əhatə edib. Binanın taxta qurğuları və damı yanıb. Söndürmə işlərinə kəsilməyən hava həyəcanı siqnalları və təkrar zərbə təhlükəsi mane olub. Ukraynada cavab tədbirləri görür. Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyanın 2 S-400 buraxılış qurğusunu və Orion pualarının idarə etmə antenasını vurduğunu açıqlayıb. Həmçinin Ukraynanın Tatarstanın Nijnekamsk şəhərindəki neft emalı zavodu və mülki obyektlərə dron hücumu nəticəsində 13 nəfər həlak olub, 39 nəfər yaralanıb. Rusiya müstəntiqləri hadisə ilə bağlı terror aktı maddəsi ilə cinayət işi açıblar. Həlak olanlarla bağlı Tatarstanda matəm elan edilib. İtki və yaralıların ümumi sayı Tatarstan Respublikası səviyyəsində yaradılmış qərargah tərəfindən açıqlanacaq. Hazırda onlarla xəsarət alan şəxs nəzarət altındadır. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti ağır deyil. Yaralıların çoxluğu səbəbindən həkim heyəti istirahətdən işə geri çağırılıb və gücləndirilmiş rejimə keçilib. Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri bəzi bölgələrdə yanacaq qıtlığı yaradıb. Ukrayna tərəfi qərbdən hərbi dəstəyi artırmağı xahiş edir. Krım Putin üçün hərbi baza kimi istifadəsi qeyri-mümkün bir yerə çevrilməlidir. Hazırda pilotsuz sistemlər qüvvələrinin 14%lik gücündən istifadə olunur. Vaxtında maliyyələşməklə yerli dronlar sayəsində zərbə gücünü 7 dəfə artırmaq mümkündür. 200-dən çox barjın sıradan çıxarılması ilə kölgə donanmasının fəaliyyəti dayandırılıb. Azov dənizində hərəkət dayanıb və Kerç körfəzi qeyri-müəyyən müddətə bağlanıb. Komandir Krımın müharibənin başa çatmasında əsas amillərdən biri olduğunu bildirir. Maliyyə çətinliklərinə baxmayaraq Ukrayna dəmir yolu körpülərini, neft bazalarını və enerji infrastrukturunu hədəfə alır. Qərbin yeni silahlarının isə payızdan tez Ukraynaya təhvil veriləcəyi gözlənilmir.